Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kur'an-ı Kerim Nur suresinin 21. ayetinde buyurur: Ya eyyühellezine amenu la tettebi'u hutuvatiş şeytan ve men yettebi' hutuvatiş şeytan fe innehu ye'muru bil fahşai vel münker. Sadakallahul aliyyul azim. Buyurulur: Ey iman getirenler! Şeytanın ardınca getməyin. Hər kəs şeytana tabi olsa, şeytanın ardınca getsə, o şeytan ona pis, haram yollara çəkəcək, sövq eləyəcəkdir. Burada diqqət olunan bir məsələdə xutuvat-ı şeytanın mənası budur ki, şeytanın addımları, yəni şeytan addımlayır, ayağını hara qoyur bir insan, əgər ayağını ora qoysa necə deyərlər, onun addımladığı kimi addımlasa, mütləq şeytanın getdiyi yollara tərəf meyl eləyəcəkdir. Başqa bir, əgər diqqət eləsək, şeytanı vəsvəsələrdə insanı həlakətə sürükləyən məsələ budur ki, həyatda ən təhlükəli olanı insanın haram tikə, haram loğma yeməsidir. Hər kəs həyatda öz idiklərinə diqqət eləsə, həyatda necə deyirlər, şeytanın addımlarına tərəf getməz. Onlardan da ən mühümü o yediklərinə görə diqqət eləyər. Məsəl üçün, tarixdə diqqət eləsək, bir hadisə baş vermişdi. Şərik İbn Abdullah deyilən bir şəxs vardı. Abbasilərin dövründə yaşayırdı. Həm də tanınmış alim idi, din alimi idi. Dövrünün mötəbər insanlarından idi. Mehdi Abbasi xəlifə olduğu dövrdə yaşayıbdı və Mehdi Abbasi onu dəvət elədi saraya və söylədi ki, səni qazi vəzifəsinə təyin edəcəyəm. Qazi indiki dillə, yəni o dövrün hökm verəni, bir çox məsələlər onun əlində idi. Həmin dövrdə cinayət edən şəxslərə də görsən hökm kəsirdi, halal haramı cəmaata aydınlaşdıran, yəni mühüm bir vəzifə idi. O çox təqvalı idi. Təqvalı olduğuna görə xəlifənin bu təklifini qəbul eləmir. Amma xəlifə istəyir ki, onun bu şan şöhrəti ki var, tanınmış adamdır, filandır. Buna görə onu öz ətrafına gətirsin, özünün yanına gətirsin. Və bu dəfə xəlifə onu dəvət eləyir ki, gəl mənim evlatlarımın ustadı ol, müəllimi ol. Şərik bu vəzifədən də üz çevirir və yenə də xəlifənin təklifini qəbul eləmir. Xəlifə baxır ki, neynəsin? Deyir ki, onda mən sənə heç olmasa bir dəfə gəlib mənlə çörək yeməyini xahiş edirəm. Mənim üçün fəxirdir ki, sənin kimi şəxs gəlib mənim süfrəmdə əyləşsin və mən onunla bir tikə çörək kəsim. Bu mənim üçün bir şərəfdir. Heç olmasa bunu qəbul eləyən ki, gəl bizlə bir tikə çörək yekinə. Amma şərik onun bu təklifini qəbul eləyir və gəlir xəlifənin süfrəsində bir gün qonaq olur. Xəlifənin də bir ağıllı aşpazı var idi, uzaq görən idi. Orada bir cümlə işlədir ki, Zəhəbi tarixində o cümləni gözəl işlədibdi, yəni gətiribdi. Deyir ki, aşpaz ki, yeməyi çəkirdi, çəkəndə yanındakilara belə dedi ki, Şərik bin Abdullah indiyə qədər özün qorumuşdu. Təqvası da qoruduğuna görə idi. Onun ehtiramı xalqın yanında elə o təqvasına görə idi. Amma bundan sonra heç bir xeyri olmayacaq. Niyə? Çünki deyir, o ki gəldi xəlifənin süfrəsində oturdu. Bir tikə ki o yedi xalqın malından, daha büyündən sonra o heç bir vaxtı xeyrin üzün görməyəcəkdi. Və elə həqiqətdə də bu cür oldu. Bir neçə gün keçəndən sonra Şərik xəlifənin yanına gəlib, onun uşaqlarına dərs demək istədiyini bildirdi və yavaş-yavaş, hətta həmin dövrdə xəlifənin yanında qazi vəzifəsini də tutdu. Bu Zəhəbinin Müruvvüc Zəhəb deyilən əsərində qeyd olubdur. 3-cü cilddə 320-ci səhifədə. Biz buradan nə əldə elədik? Buradan onu əldə edə, yəni təqvalı olan bir şəxs, görürsən, şeytana tərəf getmədi, təqva onu saxlayırdı. Amma şeytan onu gətirdi, bir süfrədə əlləşdirdi ki, o süfrə haram tikə idi. Niyə? Çünki orada xalqın malı vardı. Zülmlə o süfrə təşkil olunmuşdu. Bir tikə yeməklə zalimin yanında yer aldı və
dünyada zalim həyat sürdü. Yəni şeytanın görsən bir tikə ilə gətirib orada ona nəsə haram tikəyi dizdirməyi onun həyatını həm dünya həm axirətini artıq bərbad elədi. Odur ki, çalışmaq lazımdır ki, şeytanın addımları ilə getməmək və hər bir şeydə əsas halal tikədə insan gərək diqqətli olar.